Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 11 yanvar 2026-cı ildə keçirilmiş OTK sınağından 9-cu siniflər üçün olan testdən ingilis dili suallarının izahına baxırıq. Onda qeyd edim ki, bütün variantlarda testlər eyni verilib. Sadəcə sualların yerləri fərqli ola bilər. Ona görə də sualları öz kitabçanızdakı suallarla uyğunlaşdıraraq cavabları yoxlaya bilərsiniz. İndi isə gəlin test izahlarına baxaq. Əvvəlcə 56-cı testə baxaq. Bu mübtəda ilə xəbər uzlaşması dərsidir. Bilirik ki, cümlədə söz önü varsa hər zaman söz önündən əvvələ baxmaq lazımdır. News Salman tək isim olduğu üçün xəbərdə tək də olmalıydı. Variantımızda sadəcə B variantı tək xəbərdir. Tərcümədə deyilir ki, ekstremal hava haqqında xəbərlər is very worrying, çox narahat edici idi. Ona görə cavab olur B variantı. 57-ci testimiz artikel mövzusudur. Bilirik ki, sifətin üstünlük dərəcəsində D artiklı qoyulur və dünya sözü tək varlı olduğu üçün ona da D artiklı qoyulur. Cavab olur C variantı. Tərcümədə deyilir ki, dünyadakı ən hündür dağ Everest dağıdır. 58-ci test definition testidir. Bilirik ki, bu sözlərin mənasını variantlarda axtarmalıyıq. Search axtarış deməkdir bildiyimiz kimi. Ona görə birə cavab olur B. Yəni bir şeyi ya da bir kəsi axtarmaq cəhdi. Fortune bəxt tali deməkdir, şans deməkdir. Ona görə 2-yə olur C. Yəni şans bir insanın həyatındakı şans və ya uğur. Bravery isə cəsarətli, cəsur deməkdir. Ona görə də ora olur A. Courageous behavior or character, cəsarətli davranış və ya xarakter. Ona görə cavab oldu B, C, A. Yəni cavab olur A variantı. 59-cu test pronoun testidir. Nöqtələrin heç birindən sonra isim olmadığı üçün biz özündən sonra isim tələb etməyən əvəzliklər seçirik. A variantında my, D variantında your, Y variantında our və your, C variantında isə her özündən sonra isim istədiyi üçün ona görə cavab olur B variantı. Tərcümədə deyir ki, oradakı o ağ maşın mənimkidir, səninki deyil. İndi isə baxaq 60-cı testdə possessive case istəyir bizdən. Bilirik ki, apostrof S lazımdır bizə və burada apostrof S-dən sonra mütləq isim verilməlidir. A variantında qod verilib, ona görə bir səhvdir. 2-də Jane's relative, Jane'in qohumları, bu doğrudur. Answer pleased everybody. Anna'nın cavabı razı saldı hər şeyi. Anna'nın cavabı isimdir. Stella's and Kevin's brother yox, brothers olmalıdır. Əgər 2S verilibsə, demək ki, isim sayılandırsa mütləq cəm olmalıydı. Ona görə cavab olur 60-da Y variantı. 61-ci testdə deyir ki, we stayed in the countryside we wished. Biz arzuladığımız qədər kənddə qaldıq. Strukturca düzlərə baxırıq. So long as olmalıydı. Ona görə A səhvdir. B variantında as long as olmalıydı. Həm də müqayisə dərəcəsi olmaz, yanlışdır. C variantında maçdan sonra mütləq müqayisə dərəcəsi olur. Ona görə yanlışdır. D variantında bir sözə həm more, həm də artırmaq olmaz. O yanlışdır. Cavab oldu Y variantı. 62-ci testi definition testidir. Variantı cümləni tərcümə edirik. Make someone upset or angry by saying or doing something rude or unkind. Deyir kimisə bir söz, bir xoş olmayan söz deyərək, yəni ona kobud olaraq əsəbləşdirmək və ya məyus etmək, demək ki, onu təhqir etmək cavab olur A variantı. Digər variantlar artıq mənaca uyğun gəlmir, çünki B razı salmaq, C öskürmək, D variantı yaymaq, yayılmaq, isə askırmaq deməkdir. Burada isə bizə deyir ki, make someone upset, kimisə məyus etmək. 63-cü test zaman dərsidir. Bildiyimiz kimi V-dən sonra hansı zaman qoyuruqsa, digər zamanı onunla uzlaşdırırıq. V-dən sonra ancaq indiki sayda və keçmiş sayda ola bilər. Ona görə A gələcəkdə çıxırıq, D bitmişdə çıxırıq. İndi uzlaşmalara baxaq. Əgər biz B variantında V-dən sonra keçmiş sayda qoyuruqsa, digər tərəfdə keçmiş olmalıydı. Ona görə B variantı yanlışdır. C variantında uploaded keçmişdir. Have indiki zamanda uzlaşma yoxdur. Y variantı isə doğrudur. Uploaded and watched. Cavab oldu Y variantı. 64-cü testdə deyir ki, biz bura quantifier seçməliyik. Petrol saymayan isim olduğu üçün biz birinci nöqtəyə fuel seçə bilmərik. Ona görə yanlışdır. Tərcümə ilə deyir ki, we have got petrol. Bizim neftimiz, daha doğrusu benzinimiz az ya da çox idi. Biz ehtiyac duyduq ki, dayanaq və əldə edək. Benzin əlavə edək. Demək ki, biz dayanmışıq ki, benzin əlavə edək. Ona görə də burada meni və fuel-ü seçə bilmərik. İkinci tərəfdə isimin adı çəkilməsə də, birinci cümlədə adı çəkildiyi üçün biz ikinci tərəfdə ona istinad etməliyik. Ona görə D və Y variantlarındakı fuel və meni səhvdir. A və B variantları arasında qalırıq. A variantı mənaca uyğun gəlmir. Bizim çox benzinimiz varsa dayanıb benzin almağa ehtiyacımız yoxdur. Ona görə cavab oldu B variantı. Biz dayanmağa və benzin almağa ehtiyacımız var. İndi isə baxaq 65-ci testin izahına. Burada bizdən altına xətt çəkilmiş sözün ekvivalenti, yəni əvəzləyicisi soruşur. Yesterday we made some mistake during the project. Biz layihə
layihə müddətində səhv etdik. Dünən bir neçə səhv etdik. Burada demək ki, biz bu ifadənin əvəzləyicisini seçirik. O da A variantına verilib. Did something wrong. Nə isə yanlış etmək. Digər variantlar isə mənə uyğun gəlmir. Took a long break, uzun bir fasilə etmək. Made some corrections, düz etmək, doğru nələrisə doğru etmək. Made an apology, üzr istəmək ya da yanlış üzr istəmək mənasındadır, kimdənsə üzr istəmək. Y variantında isə bir şeyi doğru etmək mənaca düz gəlmir. Ona görə cavab oldu A variantı. 66-cı testdə zaman dərsidə as soon as bağlayıcımız var. Bağlayıcıdan sonra indiki sayda keçmiş sayda olur. Digər tərəfdəki cümləmiz left keçmiş olduğu üçün as soon as-dən əvvəlki sonraki cümlədə keçmiş sayda olmalıdır. Ona görə cavab olur Y variantı. Digərləri isə uzlaşma doğru deyil. Tərcümədə deyir ki, daşqın başlayan kimi insanlar evlərini tərk etdilər. 67-ci testə baxırıq. Passengers isimli, bilirik ki, törəmələrdən sonra isim olmaz. Ona görə Y variantı yanlışdır. Passengers cəmdə verilib, everydən sonra cəm verilməz. Cümləmizdə inkar söz var, yəni not var. Ona görə biz burada no işlədə bilmərik və inkar olan cümləyə some da işlətmirik. Cavab olur B variantı. They could not take any passengers on board. Onlar göyərtəyə çox adam ala bilmədilər, çox sərnişin ala bilmədilər. Ona görə cavab oldu B. 68-də isə bizdən antonim soruşur. Bilirik ki, polite, nəzakətli, rude isə kobud deməkdir. Bunlar antonimdir. Raw, çiğ, cooked isə bişmiş deməkdir. Bu da antonimdir. Diligent, hardworking, ikisi də çalışqan deməkdir. Ona görə bunlar sinonimdir. Main, major, vacib deməkdir. Sinonimdir. Essential, necessary isə vacib deməkdir. Sinonimdir. Ona görə cavab oldu 1 və 2. İndi isə baxırıq short textlərimizə. Bilirik ki, short textlər mütləq və mütləq tərcümə olunaraq tapılmalıdır ki, hər bir variantın niyə səhv olduğu bilinsin. İndi diqqətlə oxuyaq. Wanted axtarılır deməkdir. Axtarılır part-time cashier, part-timelıq, yəni yarım günlük kassir. Location, ərazi haradır? City martdır. Requirement, tələblər nədir? Yaxşı ünsiyyət bacarıqları olmalıdır. Basic, yəni ümumi riyaziyyat bacarığı olmalıdır və müştərilərə servis etmə təcrübəsi olmalıydı. Flexible hours, dəyişkən saatlar, apply in person, bu adamda axtarılanlar dəyişkən saatlar olmalıdır, yəni müxtəlif saatlarda gələ bilməlidir. A variantında deyir ki, not only full time but also part time workers are wanted. Nəinki yarım günlük, hətta tam günlük də işçilər axtarılır. Xeyr, burada elə bir variant deməmişdi. Bizə sadəcə part time istənilirdi. B variantında deyir ki, yaxşı bir riyaziyyat müəllimi axtarılır. Xeyr, riyaziyyat müəllimi yox, sadəcə riyazi bacarığı olan axtarılır ki, kassiyer işləsin. C variantında deyir ki, şəxs axtarılır, hansı ki, communication bacarığı, yəni ünsiyyət bacarığı və math skills olsun, yəni riyaziyyat bacarığı olsun. C variantı doğrudur. D variantında deyir ki, əriziyyatçilərdə, yəni müraciət edənlərdə əvvəl təcrübə istənilmir. No previous experience, əvvəlki təcrübə tələb olunmur, amma burada demişdi ki, service experience preferred, yəni təcrübə tələb olunur. Y variantında isə deyir ki, yalnız şagirdlərə icazə verilir ki, part-time kashier işləsin. Belə bir cümlə işlədilməmişdir. Ona görə cavab olur C variantı. 70-ci testdə bizə deyir ki, learn French this summer. Bu yay fransız dilini öyrənin. Bu hər hansı bir elandır. Deyir, qoşulun bizim interaktiv və əyləncəli yay kurslarımıza, uşaqlar üçündür və bu yeniyetmələr 6-18 yaşlı yeniyetmələr üçündür. Our qualified teachers, bizim ixtisaslı müəllimlərimiz təmin edir sizi maraqlı dərslərlə və şagirdlər həzz alırlar, cultural activities, cultural məşğuliyyətlərlə və oyunlardan həzz alırlar. Bizim registrasiyadan keçmək üçün bizim saytımızı ziyarət et. A variantda deyir ki, ziyarətə ehtiyac yoxdur. Son cümlədə demişdik, ziyarət üçün saytımıza bax, ona görə A yanlışdır. B variantında deyir ki, kurs təklif etmir müxtəlif oyunlar, amma edir. B yanlışdır. C variantında deyir ki, müəllimlər ki, ixtisaslı deyil, amma ixtisaslıdır. Ona görə bu da yanlışdır. Bu cümlədə deyilmişdir. D variantında deyir ki, şagirdlər hansı ki 18 yaşdan older, böyükdürlər, onlar müraciət edə bilər. Xeyr, aşağı yaş olmalıydı, 18-dən aşağı. Ona görə bu yanlışdır. Y variantında isə deyir ki, kurs təklif edir sənə dil öyrənmək və cultural activities. Y variantı tamamilə doğrudur. İndi isə gəlin 71-ci testə baxaq. Dear Alex, I wanted to tell you about an environmental campaign we held at school last week. Deyir, əziz Alex, mən istəyirəm ki, sənə deyəm, keçən həftə bizim etdiyimiz
ətraf mühit kampaniyası haqqında, hansı ki bu məktəbimizdə keçirilib. Biz təmizlədik parkı, ağaclar əkdik və posterlər pollution'a, yəni çirklənməyə görə posterlər asdıq. Bu it was inspiring, bu həyəcan verici idi görmək ki, hər kəs bura planetimiz üçün bir araya gəliblər. Sənin dostun Ella. İndi baxırıq A variantına, deyir ki, Ella xahiş edir. Xeyr, bu cümlə birinci keçmiş zamanı idi. Ella indi Alexdən heç nə xahiş etmir, ona görə A yanlışdır. B variantında Alex ağac əkir. Xeyr, Alexdən bizim xəbərimiz yoxdur. Alexin nə etdiyindən Ella ona məlumat verir. E variantında isə deyir ki, Ella didn't enjoy the campaign at all. Ella həzz almadı bu kampaniyadan. Xeyr, burada demişdi it's inspiring, bu həzz verici idi. D variantında deyir ki, Ella fəxr etdi ətraf mühit aktivitələrinə görə. Bu doğruydu. D variantı doğruydu. E variantında isə posterlər Alex tərəfindən düzəldilmişdi. Xeyr, burada Alexin nəsə düzəltdiyi haqqında məlumat yox idi. Demək ki, cavab oldu D variantı. İndi isə gəlin reading mətnimizin sualları ilə tanış olaq. Sualları yazmaq üçün mütləq mətnin haqqında məlumatlı olmalıyıq. Birinci mətni tərcümə eləyək. Mətnimizdə deyir ki, gələcəkdə çox insan, dünyada çox insan hindi, fransız və ərəb dillərini danışacaq. Bu dillər əhalinin böyüməsi, səyahət və beynəlxalq işə görə daha vacib olacaq. Hindistanda daha çox insan artıq hindu dilini danışır və o məktəblərdə, işdə və mediada da məşhur, vacib olacaq. Fransız dili istifadə olunur Afrika ölkələrində, təhsildə və hökumətdə. Ona görə də o da geniş yayılacaq. Ərəb dili də həmçinin böyüyür. Çünki Misir və Səudiyyə Ərəbistan kimi ölkələr böyük təsir var biznesə və ya mədəniyyətə. Dil dəyişir nəinki tarixinə, hətta müasir həyata, texnologiyaya və qlobal ünsiyyətə görə. Learning more than one language, birdən daha çox dil öyrənmək gələcəkdə işçilərə və şagirdlərə kömək eləyəcək. İnsanlar, kimlər ki bir neçə dil bilirlər, onlar asanlıqla ünsiyyət quracaqlar və beynəlxalq komandalarla işləyəcəklər. Digər mədəniyyətləri başa düşəcəklər. Şagirdlər erkən yaşlarında dil öyrənməyə başlayan şagirdlərin daha çox şansları olacaq. Şirkətlər də deyir, birdən çox dil bilən şagird insanlara, işçilərə üstünlük verəcək. Ona görə də dil öyrənmə bacarıqları vacibdir gələcəkdə iş və ya təhsil üçün. İndi gəlin sualları oxuyaq. Deyir ki, gələcəkdə insanlar insanların olacaq need to learn more than one language. Bir dildən daha çox dilə ehtiyacı olacaq. Bir doğrudur. Gördüyünüz kimi bütün cümlələrdə də eyni söz demişdi. Baxın, learning more language will help students in future. İnsanlara kömək edəcək. Demək ki, insanlar daha çox dil bilməyə meyilli olacaqlar. 2-də deyir ki, dayandıracaqlar yeni dil bilməyi. Bu yanlışdır. 3-də deyir ki, fransız dili Afrikada istifadə olunur. Bəli, baxın, fransız dili Afrika ölkələrində istifadə olunur. Ona görə 3 doğrudur. Gələcəkdə insanlar həmçinin texnologiyadan asılı olacaqlar. Xeyr, belə bir cümlə deməmişdi. Ümumiyyətlə, texnologiya, qlobal və ünsiyyətdən, müasir həyatdan demişdi. Yəni, belə bir cümlə verilməmişdi. Ona görə cavab oldu 1, 3, A variantı. 73-cü testdə bizdən false soruşur. Gəlin baxaq false olan cümlələrə. A variantda deyir ki, population grows leads to greater use of a language. Bir dilin daha çox istifadə olunmasına əhali böyüməsi aparır. Bəli, bu ola bilər. Demir, yalnız o aparır. Deyir, əhali böyüməsi apara bilər. Ona görə bu doğrudur. Bunu çıxırıq. Bizdən bu cümlədə false soruşur. B variantda deyir ki, bir neçə dil will grow, gələcəkdə böyüyəcək. Bəli, bir neçə dildir bu. Ən az burada 3 dilin adı çəkilib. Ona görə bu da doğrudur. Çıxırıq. C variantında deyir ki, dil bilmək vacibdir gələcəkdə iş tapmaq üçün. Bəli, bu da mətnimizdə verilmiş ki, gələcəkdə işdə dil bacarıqlarının olması vacibdir. Ona görə bu da yanlışdır. Bizdən false soruşur. D variantına deyir ki, fransız dili Afrikada istifadə olunur müxtəlif səbəblər üçün. Bəli, education və təhsil üçün istifadə olunur. Bu da yanlışdır. Bizə false soruşur, yenə deyirəm. E variantında isə deyir ki, dil yalnız bir dil öyrənmək kifayət edəcək gələcəkdə. Xeyr, gördüyünüz kimi bütün cümlələrdə birdən çox dil demişdi. Ona görə cavab olur
Y variantı. Demək ki, 72A, 73 isə oldu Y variantı. 74-cü testə baxırıq. Burada bizdən mətnə ad soruşur. Bir bütün variantları tərcümə edək. The problems in learning foreign languages, xarici dillər öyrənmə problemləri. Demək ki, bu yanlışdır, problemdən danışmırdı. B variantda deyir ki, necə texnologiya dil öyrənməyi asanlaşdırır. Bu haqda heç bir məlumat yox idi. C variantında deyir ki, turizm necə dəyişə bilər dili. Bu da yox idi. D variantında deyir ki, vacib dünya dillərinə meyil. Bəli, bu variant ola bilər. Y variantında isə deyir ki, köhnə dillərin yoxa çıxması. Bu yanlışdır. Cavab olur D variantı. Gördüyünüz kimi elə mətnin birinci cümləsində gələcəkdə insanlar bu dillərə meyil eləyəcək. Bunlar vacib olacaq. Bu haqda məlumat verilmişdi. Ona görə cavab oldu D variantı. 75-ci testdə soruşur ki, niyə ərəb dili daha vacibdir? Diqqətlə baxın, ərəb dili olan cümlə bu cümlədə verilmişdir. Çünki ərəb dili bu ölkələr, yəni Misir və Səudiyyə Ərəbistanın have a strong influence on business and culture. A variantında deyir ki, davam edir Hindistanda yayılmağı, bu yanlışdır. B variantda deyir ki, Misir və Səudiyyə Ərəbistanın var böyük təsir dünya biznesinə, bu ola bilər. C variantda deyir ki, istifadə olunur Afrika ölkələrində, xeyr, o fransız dili idi. D variantında deyir ki, Hindistanda məktəblərdə istifadə olunur, xeyr, bu da yanlışdır. Y variantında isə deyir ki, çox Afrikan ölkələrində təhsil üçün istifadə olunur, xeyr, bizdən sırf bu suala cavab soruşur, o da verilib B variantında. İndi isə gəlin baxaq 76-cı suala. Burada bizdən soruşur, mətnə əsasən düzgün cavabları seçin. Birinci cümlədə verilib ki, hindi məşhur vacib olacaq Hindistanda məktəblərdə. Bu ola bilər, bəli, belə bir cümlə verilmişdir. 2-də deyir ki, şirkətlərin ehtiyacı olacaq işçilərə müxtəlif dil bilən. Bəli, bu da doğruydu. Belə bir cümlədə mətndə verilmişdi son cümlədə. 3-də deyir ki, müxtəlif dil bilməyin daha çox dezavantajı var. Xeyr, dezavantajı yox, avantajı var. Ona görə 3 tamamilə yanlışdır. 4-də isə deyir ki, bütün vacib dillər Avropadan gəlir. Bu mətndə belə bir cümlə verilməmişdi ki, bütün bu dillər Avropadan gəlib. Onu da qeyd edim ki, qeyd olunan 3 dilin də hamısı Avropadan gəlməyib. Ona görə bu cümlədə true olan yalnızca 1 və 2-dir. İndi isə dinləmə mətnimizlə tanış olaq. Mətni yazılı şəkildə qeyd etmişəm ki, sualların düzgünlüyündən tamamilə əmin ola biləsiniz. Mətnimiz Durban şəhəri haqqındadır. Bu, South Afrikada ən böyük şəhərlərdən biridir. Hind okeanında sahilində yerləşir və böyük East Coast tərəfdə böyük bir körfəz üzərindədir. Buranın mülayim qış iqlimi ilə, gözəl çimərlikləri və mükəmməl yeri ilə bu şəhər sörfçülərin cənnəti adlanır. Paradise cənnət deməkdir. Bu şəhər təbii gözəlliklə, mədəni fərqliliklə və sakitləşdirici sahil həyatı ilə əlaqəlidir. Şəhər turistləri şəhər mərkəzində yerləşən şəhərin tarixi haqqında olan bir neçə maraqlı muzeylərlə cəlb edir. Şəhər 2010-cu ildə Dünya Kupası futbol maçına ev sahibliyi eləyib və burada many cultural eventslər olub. Yəni çoxlu mədəni hadisələrə ev sahibliyi eləyib. Bunlardan biri də şəhərin illik beynəlxalq film festivalıdır. Beynəlxalq konfranslar da burada tez-tez keçirilir. Burada konfrans mərkəzində şəhər is home to South Africa's busiest port. Deyir ki, South Afrikanın ən məşğul limanlarındandır. Yəni ən məşhur limanlarına ev sahibliyi eləyir və burada vacib beynəlxalq mərkəz sayılır bu. These are excellent transport. Burada mükəmməl transport əlaqələri var çox şəhərlərlə. Johannesburg, North tərəfdə yerləşən Johannesburg da bura daxildir və Cape Town da bura daxildir, West Coast-da. Yəni şəhərlər arasında çox qəşəng transport əlaqələri var. Durban təklif eləyir xüsusi bir mənzərə, hansı ki sahil həyatını təbii şəkildə refleks elətdirir, əks elətdirir. İndi gəlin suallarımıza baxaq. 77-də ümumiyyətlə soruşur mətin haqqındadır. A variantında deyir ki, Durban şəhərindən Cape Town-a necə səyahət etmək olar? Xeyr, bu haqda deyildi. Bu bir dəfə cümlədə deyilmişdi. Durban şəhərinin
xüsusiyyətləri və cəlbedici hissələri, yerləri, bəli bu ola bilər. Ona görə B variantı düzdür. C variantında Durban şəhərinin sportsmenləri, belə bir şey yox idi. D variantında South Afrikanın iqtisadiyyatı, bu da deyildi. South Afrikanın vəhşi həyatı, bu da deyildi. Ona görə cavab olur B variantı. 78-ci testdə deyir ki, Durban şəhəri turistləri cəlb eləyir. Baxaq, o cəlb etdiyi söz maqnitlə yazılan yeri idi. Baxın, bu hissədə verilmişdi. Muzeyləri ilə cəlb eləyir yazılmışdı. Hansı ki, şəhər tarixi haqqında deyə bilir. Gəlin baxaq, A variantında deyir ki, low quality, aşağı keyfiyyətli transportu ilə, bu deyildi. Çünki o North Afrikada yerləşir, bu da deyildi. Çünki onun isti yay iqlimi var, xeyr, qış iqlimi idi bu, ona görə bu da yanlışdır. D variantında şəhərin müasir həyatı haqqında olan muzeylər, xeyr, müasir həyatı deyildi də, tarixi haqqındaydı, ona görə bu da deyil. Y variantında isə müxtəlif maraqlı muzeyləri ilə, bəli, Y variantı tamamilə doğrudur. 79-cu testdə deyir ki, niyə bura sörfçülərin cənnəti adlanır? Baxın, bu hissədə verilmişdi ki, bizə bura sörfçülərin cənnəti adlanır öz mülayim qış iqlimi ilə, gözəl çimərlikləri və perfect location ilə. A variantında deyir ki, öz çimərlikləri və mild winter climate, bu düzdür, A variantı doğrudur. B variantında deyir ki, qış burada soyuq olur, yəni hava burada soyuq olur, xeyr. C variantında çünki burada çoxlu sport klublar var, deyil. D variantında Hind okeanından far fromdur, uzaq yox, əksinə bay yaxın idi. Y variantında isə because it's severe. Severe sərt deməkdir. Burada severe iqlim yox idi, yəni sərt iqlim yox idi. Ona görə də bu testdə cavab oldu A variantı. 80-ci testdə true false axtarır bizdən. Gəlin baxaq diqqətlə. Durban şəhəri yerləşir West Coast-da, Hind okeanında. West Coast yazılmamışdı da East Coast yazılmışdı. Ona görə də bir false-dur, biri false-a qeyd edək. Source and Africa Business Port is Cape Town. Burada yazılmışdı ki, onun Durban şəhərinin özüdür. Oradakı ən baxın, Durban şəhərinin özü South Afrikanın biznes limanı idi. Ona görə 2 yanlışdır. 3-də deyir ki, Dünya Kupasına və film festivalına, illik film festivalına ev sahibliyi edib. Bəli, bu turu idi. Bu mətndə verilmişdi. Baxın, bu hissədə verilmişdi film festivalı və 2010-cu ilin Dünya Kupası keçirilmişdi. 4-də isə deyir ki, Durban şəhəri təsvir olunur bir şəhər kimi, hansı ki, təbii gözəlliyi və cultural diversity'si var. Bəli, bu da düz idi. Baxın, bu cümlədə verilmişdi. Ona görə cavab olur 3-4 turudur. 1-2 isə false-dur. Esemiz isə bir qadındır, hansı ki, qadın nəsə bir şey hörür və ona sonra onu geyinir və onu səhv etmirəmsə yuyur şəkildə, çox aydın da düşməyib. Bu haqda hörmək sözü need feilidir. Bilirsiniz ki, need feilini bu cümlədə tamam istifadə edə bilərdiniz. Əgər esenizi yazmısınızsa mütləq onu şərtdə qeyd edə bilərsiniz ki, sizə təxmini bir bal çıxarda bilərik. Dinlədiyiniz, abunə olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Paylaşın ki, hər kəs dəqiq və konkret verilmiş cavablardan məlumatlı olsun. Hər birinizə təşəkkür edirəm.